Salam əziz dostlar. Mən Viska. Bugün yeni videomuzda sizlərə qarşındayız. Bəli. Birinci videomuzda nəyə başa salacağımsa kompüterin necə Azərbaycan dilində etmək olar. Bəli. Gördüyünüz kimi məndə hal-hazırda Azərbaycan dilində təzələ menyu baxın. Hər şey Azərbaycan dilindədir. Bəli. Bunun üçün hər hansı bir brauzerə daxil oluruq. Bəli. Və bura Microsoft.com. Bəli. Daxil olaq. Bəli əziz dostlar, bura daxil olduqdan sonra görürsünüz Windows.com. Daxil olduqdan sonra və belə aşağı gəlirik və gördüyünüz kimi dil paketləri. Dil paketlərinə daxil oluruz. Bəli. Buradan dillərə baxırıq. Gördüyünüz kimi, bəli. Azəri, Latın. Bütün dillər var burada. Azəri, Latın. Bura basırıq. Həmən edinin. Vurduqdan sonra biraz gözləyirik. Bəli. Gördüyünüz kimi əziz dostlar gəldi, hazırdır. Və Azəri, Latın vurduq. Yükləmə veririk. Bəli əziz dostlar. Burada isə baxın. 32 bit 64 bu nəyi bildirir? Sizin kompüteriniz neçə bitdirsə ona görə yükləməz. Məsələn 32 bitdir, 64 bit yükləyibsizsə bu yəni kompüterinizdə problemlər yarada bilər. Yəni neçə kompüter necə bitdirsə ona aid olanı yükləyəcəksiniz. Kompüter necə bitdi ona baxmaq istəyirsinizsə gəlirsiniz kompüter üstünə, sağ düymə, xüsusiyyətlər və bəli, gördüyünüz kimi sistem tipi 64 bit. Bəli və belə 64 biti seçirsiniz, növbəti vurursunuz. Bəli, indi gözləyirsiniz, klikkəyə, triyaqın. Bəli, 30 saniyə gözləyirsiniz. Və bəli əziz dostlar, gördüyünüz kimi gəldi. Hal-hazırda məndə ikisi də quruldu. Vururuq. Bəli, üstünə vurduqdan sonra açılmasını gözlər. Bəli, açıldı. Yəni bu məndə Azəri, Latında quruludur, ona görə qurulmur. Bəli, və siz də belə daxil olacaqsınız, bura vuracaqsınız, növbəti verib. Yəni bir neçə mərhələ keçəcəksiniz. Yəni çox asandır, növbəti verəsiniz və axırda kompüteriniz prezaqüsk olacaq. Prezaqüsk olub açıldıqdan sonra və kompüteriniz Azərbaycan dilinizdə olacaqdır. Bəli əziz dostlar, YouTube səhifəmizə abunə olmağı unutmayın. Yəni növbəti videolarda çox gözəl dərsliklər olacaqdır. Sağ olun əziz dostlar.